Dünyada baş verən bu qədər şər işlər ki var. Allah qüdrəti ilə niyə bunların qabağını almır? Ustad, keçən dəfə Allahın zati sifətlərindən, qüdrət ismindən bir-iki kəlmə buyurmuşdunuz. Siz bu ilə bir misal çəkdiniz ki, Allah yaratdığı kimi də həm də dağıda bilər. Dağıtmağın özünə də bir qüdrət tələb edir ki, Allahda bunların hər ikisi var. Bəli. Həm yaradar, həm dağıdar, həm də dağıtdığını yenidən yarada bilər. Allahın hər bir şeyə qüdrəti çatır. İstədiyinin qabağını alar, istədiyinin qarşısını keçər, istədiyinin qarşısını açar. Bəs bu dünyada baş verən bu qədər şər işlər ki var. Allah qüdrəti ilə niyə bunların qabağını almır? Rəhimli qüdrətlidirsə, niyə rəhmi gəlib şər işlərin qabağını almır? Əvvəla şər dediyiniz zaman ne düşünürsünüz? Şər yəni nə? Bir də mənə çay ver. Çətinliklər, xəstəliklər. Böyle kasıblığın özü. Ən yaralı yeridir. Əqidət alimləri, filosoflar buyururlar ki, şərrin özü yoxdur. Aha. Şər bir varlıq deyil. Şər xeyrin olmamasıdır. Əgər xeyir olsa, şər aradan gedəcək. Yəni, şər özü özlündə yaradılış deyil, varlıq deyil. Məsələn, qaranlıq kimi. İşığın olmamağı. Qaranlıq nedir? İşığın olmamağı. İşığın olmaması. İşığı yandırdın, qaranlıq nə olacaq? Yox olacaq. Yəni, qaranlıq, zülmət varlıq deyil. Zülmət nedir? İşığın yoxluğu. İşığın olmaması. Xəstəlik nedir? Sağlam. Sağlamlığın olmaması. Kasıbçılıq nedir? Pulun olmaması. Yaxşı.